Kimi aldatmağa cəhd göstərir, kimi aldatmağa çalışır Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan bax, bu açıqlamaları ilə Bəhruz müəllim? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayayım ki, Ararat Mirzoyan ilk növbədə elə özlərini aldadır, öz daxili auditoriyasını aldadır. Çünki Türkiyə-Ermənistan münasibətlərinin, düzdür, biz bunu bu cür bəzən bəyan oldur, amma heç də təməlində dayanan, o münasibətlərin qurulmamasının təməlində dayanan əsas amillərdən biridir yalnız Azərbaycan. Türkiyə, Ermənistan bugün beynəlxalq zəmində erməni, dırnaqarası erməni soyqırımı zəminində erməni xarici siyasətinin əsas istiqamətlərdən biri Türkiyəni çətin duruma salmaqdır. Və yaxud da ki, bugün 2-3 tarixdə belə bir dövlət var ki, hazırki konstitusiyasında, qanununda, bütövlükdə qanunvericilik sistemində digər dövlətə qarşı açıq ərazi iddia etsin. Tahir müəllimin də ifadə etdiyi kimi, bugün Ermənistan konstitusiyasının 13-cü maddəsi, eyni zamanda Ermənistan konstitusiyasının preambulası, həmçinin çox saylı, eyni zamanda Ermənistanın xarici siyasət, təhlükəsizlik konsepsiyası, bunların hamısında açıq şəkildə Türkiyəyə qarşı ərazi iddiaları və bütövlükdə siyasi iddialar mövcuddur. Bütün bunların fonunda əlbəttə ki, hətta Azərbaycan və Ermənistan arasında sülh imzalanandan sonra belə Türkiyə-Ermənistan münasibətlərinin bu situasiya aradan qalxmadan xüsusi parlaq gələcəyi görünmür. Bəli, ola bizim sərhədlər sonraki mərhələdə açıla bilər, sonraki mərhələdə bu və digər formada ticarət dövriyyəsində müəyyən irəliləyişlər ola bilər, amma o soyuqluq və o qarşılıqlı dərin qatlarda da olsa antagonist münasibətlər bu aradan qalxması üçün Ermənistan köklü islahatlara getməlidir. Bu islahatlar mental xarakter daşımalıdır, ideoloji xarakter daşımalıdır, eyni zamanda qanunvericilik xarakter daşımalıdır və bugün Azərbaycan elə Ermənistanın özü üçün tarixi bir şans verib. Sülh müqaviləsi imzalanma ərəfəsindədir. Faktiki də tarixin heç bir dövründə bu qədər yaxın olmamışıq. Ermənistan qanunvericiliyində müvafiq islahatlar apararkən, çünki Ermənistan konstitusiyası, bütövlükdə ölkə konstitusiyasının hər dəfə referenduma çıxarılması, səs verməyə çıxarılması, ona münasibət bildirilməsi kimi məsələlər sadə məsələlər deyil. Kifayət qədər dövlətin böyüklüyündən, əhalisinin sayından asılı olmayaraq kifayət qədər mürəkkəb prosedurdur. Və bu və digər formada özündə riskləri ehtiva edən prosedurdur. Yəni, əgər indiki halda Azərbaycanla sülh imzalaması üçün Ermənistan konstitusiyon islahatlara gedəcəksə, mən əminəm ki, gedəcək. İndiki halda sadəcə seçki ərəfəsində Ermənistanda bunu dilə gətirmək, mən hesab edirəm ki, erməni rəsmləri üçün o qədər də uğurlu görünmür. İstənilən halda amma hər kəs əmin olsun ki, Ermənistan o referenduma gedəcək, konstitusiyada dəyişəcək. Bu əslində Ermənistan üçün şansdır ki, Türkiyə ilə də münasibətlərini sağlam bir növ əsasında qura bilsin. Əks halda, mən bir daha deyirəm, o gözləntiləri qarşılaya bilməyəcək. O ki, qaldı Ararat Mirzoyanın çıxışına. Bilirik ki, bunlar seçki ərəfəsindədir. Düzdür, seçkiyə bir ilə yaxın bir dövr qalır, amma istənilən halda Ermənistan seçkiyə hesablanmış bəyanatlar. Tək seçkiyə yox, bütövlükdə daxili auditoriya hesablanmış. Bu və digər formada hansısa gündəm yaratmağa hesablanmış, ola bilsin Azərbaycan cəmiyyətində də, Türkiyə cəmiyyətində də bir addımdır. Həmçinin nəzərə alaq ki, Mirzoyandan daha əvvəl məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Naziri bəyanat verib və onsuz da Ermənistan zəif görünür, onsuz da Ermənistan kifayət qədər zəifdir. Amma bu bəyanatların qarşısına hansısa formada münasibətləri də zədələmədən, yumşaq dırnaqarası güc sanki imitasiya edən bir bəyanatla çıxış etmək lazım idi və bunu da etdilər. Amma istənilən halda, indiki halda nəzərə alaq ki, Ermənistanın nə Xarici İşlər Nazirliyinin, nə bütövlükdə Ermənistan dövlətinin mövqeyi Cənubi Qafqazda yaranan yeni geosiyasi konfigurasiyada, bütövlükdə regionda o qədər də həll edici hər hansı formada mövqe deyil və bu mənada bu kimi bəyanatlar sadəcə bir daha deyim, hansısa cavab xarakterli və ya bu və digər formada gündəm formalaşdırma xarakterlidir. İmperialist maraqlar yenə də bugün Ermənistana təsir etməkdədir və bu Zəngəzur dəhlizi ilə, TRIP layihəsi ilə bağlı proseslər intensivləşdiyi bir anda, görüşlərin aktuallaşdığı bir mərhələdə Rusiya tərəfindən biz yenidən açıqlamaları görürük. Bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin bir bəyanatı var idi və bugün də yenidən Mariya Zaxarova, Xarici İşlər Nazirliyinin sözçüsü 3+3 formatını və Rusiyanın vasitəçiliyi ilə imzalanan 2 sənədi xatırladıb ki, proseslərin, sülhün tezləşdirilməsində əsas sənədlər bundan ibarətdir. Amma Türkiyə də israrlıdır və öz vacib kartını Ermənistana təsir və təsdiq vasitəsi kimi ortaya qoyub. Necə düşünürsünüz? Bax, Türkiyənin təzyiq və təsir vasitəsi kimi sərhədlərin açılması, kartını ortaya qoyması sülh prosesinə hansı rol oynayacaq? Əvvəlcə ondan başlayaq ki, sərhədlərin açılması məsələsi Türkiyənin Ermənistana yeganə təsir imkanı deyil.
nəzərə alaq ki, sərhədləri birbaşa təmaslı olan, yəni birbaşa təmas xəttində malik dövlətlərlə bölgədən nisbətən kənar və yaxud ən azı bir neçə dövlət kənarda yerləşən dövlətin təsir imkanları eyni ola bilməz. Bu mənada Türkiyənin Ermənistan üzərində hakim təsir mövqe imkanları Rusiyanınkindən perspektivdə qat-qat daha çoxdur. Əlbəttə, dövr dəyişib, konfigurasiya dəyişib, artıq Ermənistan bu və ya digər formada nisbi suverenliyə can atır və yaxud əvvəlki dövrün suverenlik qaydaları ilə oynamaq artıq istəmir, əl dəyişilməsində maraqlıdır. İndiki halda Qərbin daha çox burada əlinin daha güclü olmasında Ermənistan maraqlıdır. Uzaq perspektivlər nədən ibarətdir? Əlbəttə ki, bu barədə də proqnozu yürütmək çətin deyil. Amma indiki halda əlbəttə bu məqamda hesab edirəm ki, xüsusən Azərbaycanın yaratdığı yeni geosiyasi reallıq fonunda Cənubi Qafqaz nisbətən daha oynaq və daha aktiv bir situasiya yaranıb Cənubi Qafqazda və bu prosesdə tərəflər, xüsusən bu bölgədə maraqları olan, mənafelər olan güclər daha aktiv davranmağa cəhd edir. Əvvəlki qaydalarla, məsələn, Fransanın əvvəlki qaydalarla oynamaq cəhdləri Azərbaycanın qələbəsindən sonra bir mənalı şəkildə fiyaskoya uğradı. O cümlədən Amerika Birləşmiş Ştatları, baxmayaraq ki, dünyanın bir nömrəli gücüdür, demokratlar administrasiyası dövründə nəinki dövlətin, eyni zamanda dövlətin nəzarətində olan çoxsaylı qeyri-hökumət təşkilatları, media və s. bunların çoxsaylı təzyiq cəhdləri bu bölgədə Azərbaycanın əleyhinə nəyisə dəyişə bilmədi. Əksinə Azərbaycan özünün maraqlarını, mənafələrini kifayət qədər və bütün istiqamətlərdə axıra qədər qoruya bildi və vəziyyəti lehinə dəyişə bildi. O cümlədən də bilirsiniz ki, Fransa ilə Azərbaycan artıq münasibətlərində ciddi normallaşma bir prosesinə qədəm qoyub. Yəni, indiki məqamda əslində Ermənistan qərar verərkən bu reallıqları nəzərə alıb qərar verir. Təbii ki, bölgədə 3+3, yəni altılıq formatı və s. bunların hamısı əgər əməkdaşlığa xidmət edəcəksə, zaten Azərbaycan tərəfindən dəstəklənir. Amma məsələ ondan ibarətdir ki, hədəfdə real əməkdaşlıq dayanır, yoxsa bölgəyə yenidən təsir gücü imkanlarına malik olmaq istəyi dayanır. Bu mənada Ermənistanın addımlarının kifayət qədər ehtiyatlı olması çox vacibdir. Bu, ilk növbədə kövrək üsul konfigurasiyasının dağıdılmasına gətirib çıxara bilər ki, bundan da Azərbaycan zərər çəkməyəcək. Çünki Azərbaycan bundan sonra ümumiyyətlə hər hansı formada əldə etdiyi qələbənin nəticələrini itirəcək bir durum, situasiya yoxdur. Azərbaycanın istənilən qədər en sayda planları və variantları var. Amma digər tərəfdən də təbii ki, Ermənistan özü nəzərə almalıdır ki, tarixi şansdır, həm sərhədlərinin açılması Azərbaycanla, Türkiyə ilə, eyni zamanda Azərbaycan bilirsiniz ki, artıq bu qarşılıqlı olaraq ifadə olundu, amma ən azından Azərbaycan tərəfindən bu jest olundu, tranzit müvafiq məhdudiyyətin ləğv olunması. Bu Ermənistan üçün yeni nəfəs deməkdir və təyyarə ilə daşımalardan və yaxud İran üzərindən daşımalardan çox daha sərfəli və çox daha alternativsiz dünya bazarına açılan qapıdır. Bu mənada mən düşünürəm ki, Ermənistan rəhbərliyi də bu prosesləri görə bilir ən azından və hesab edirəm ki, istənilən halda Rusiya və Türkiyə arasında daha açıq dillə desək, sərt dillə desək, seçim qarşısında qalsa, Ermənistanın artıq mövqeyi ilə bağlı ilkin təsəvvürlər formalaşdırmaq asandır. Yəni Ermənistan Türkiyəni seçər deyə Ermənistan ən azından qərb və s. təsirlər fonunda əlbəttə ki, hesab edirəm ki, Türkiyəyə daha yaxın olacaq.